Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 9-cu günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən martın 9-da imsak vaxtı saat 05:36, iftar vaxtı isə 18:55-dədir. İmsak duası. İlahi, bugün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə an verirəm. Ey şövqlülərin istəyi. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Amin. Allah orucumuzu qəbul etsin. Amin.